gün ədəbiyyatdan danışacağıq. Şeirdən yox, ruhdan yox, ədəbiyyat imtahanının necə başqa bir şeyə çevrildiyindən danışacağıq. Bugünkü müzakirəmizdə Hüsniyə müəllimə bizimlədir. Hüsniyə müəllimə xoş gəlmisiniz. Xoş gəldik müəllim. Hüsniyə müəllim, illərdir eyni şikayət var. Eyni zamanda bildiyiniz kimi mən də ixtisasım dil ədəbiyyatı olduğuna görə və mən də MİQ imtahanlarında iştirak elədiyimə görə sırf bu ixtisası daha yaxından tanıdığıma görə mən bunu əminliklə deyə bilərəm ki, bu şikayət bu ilin şikayəti deyil. İllərdir bu şikayət var. Ədəbiyyat imtahanında suallar ya həddindən artıq çətindir, ya da məktəb çərçivəsindən kənardır. Sizcə bunun səbəbi nədir? İlkin olaraq bu uzun illər davam edən problemin məktəblə real qiymətləndirmə arasında olan uçurumla bağlaya bilərik ki, məktəbin öyrətdiyi və imtahanda bizdən tələb olunan bunlar arasında həqiqətən də böyük bir məsafə var. Məktəbdə real öyrədilənlə və bizə imtahanda qiymətləndirmə olaraq təqdim olunan və tələb olunan anlayışlar arasında əsaslı şəkildə fərq var. Yəni biz məktəbdə nəyi öyrənirik və bizdən imtahanda nə tələb olunur? Bunlar arasında bu məsafə ki var, həqiqətən də müdavimlərdə, namizədlərdə onların imtahanda bu kimi çətinliklərlə qarşılaşması bunların başlıca səbəbi olaraq bu amillərdir. Hər il Nazirlik metodik çərçivə açıqlayır. Bütün fənlər və metodika üçün bu Nazirliyin açıqladığı metodik çərçivə olmasına baxmayaraq, namizədlər imtahandan çıxandan sonra bu metodik çərçivədə yox idi deyirlər. Bunun səbəbi nədir? Demək, əslində Nazirliyin hər il müəyyən bir çərçivə əsasında mövzuları təqdim etməsi bu əslində uğurlu bir şeydir. Sadəcə burada əsas məsələ və problem nədən ibarətdir? Biz bunun dərininə enməliyik ki, bu zaman bəlkə problemi çözə bilərik. Əsas məsələ ondan ibarətdir ki, Nazirlik bizə çərçivəni təqdim edir, lakin müəllimlərin bu çərçivə ətrafında nə dərəcədə dərin düşünməsi haqqında heç bir iş görmür. Yəni müəllimlər əslində dərin düşünməyə sövq edilməlidir bu baxımdan çərçivə ətrafında. Bu imtahana düşən suallar ki var, ixtisası ədəbiyyatçı, yəni həmişə elə deyilibdir, ədəbiyyat müəllimi ədəbiyyatçıdır. Bu imtahana düşən suallar ədəbiyyatı sevdirmir, əksinə qorxudur. Yəni bu danılmaz bir faktdır, bunu hər birimiz görürük. Bu normaldırmı? Təbii ki, normal deyil. Əslində ədəbiyyat zövq fənnidir. Əslində ədəbiyyat insanlara çox şey öyrədir və insanlara müsbət anlamda bəzi şeylər öyrədir ki, bunlar əsasında biz qorxunu öyrənməməliyik, qorxunu görməməliyik ədəbiyyatda. Amma təəssüflər olsun ki, son vəziyyətdə bu imtahan çərçivəsində də ədəbiyyat insanlarda artıq qorxu və həyəcan, stres anlayışı altında qalıb insanların düşüncəsində. Bu əslində sistemdə əsaslı şəkildə problemin olduğunu bizə göstərir ki, bu normal da vəziyyət deyil. Zövq məsələsi demişkən, zövq anlayışı ilə bağlı olan bir fənnin qorxu istiqamətli bir fənnə çevrilməsi sizcə bu artıq namizədlərdə, müdavimlərdə necə bir təəssürat formalaşdırır? Biz uşaq olanda böyüklər bədii ədəbiyyatlar oxuyurdular, hətta bir-birindən ədəbiyyat kitabları alırdılar, ötürürdülər. Bu əsərin təsirindən müzakirələr aparılırdı. Mən hələ onda ibtidai sinifdə, orta məktəbdə oxuduğum bir dövr idi və çox maraqla qulaq asırdım. Atamın oxuduğu o saysız-hesabsız bədii kitablarını böyüyəndə mən də oxuyacam şəklində idi. Hazırda bu bədii kitabları oxumaq əvvəlki qədər aktual deyil. Səbəb isə bunu hansı yazısının uydurması olduğu və s. nüanslarda toxunurlar. Bu biraz müzakirəyə başqa spektrdən baxmağı tələb edir. Amma sizin sualınıza gəldikdə artıq ədəbiyyat namizədlər üçün qorxulu bir labirint halını alıb. Şuuraltı olaraq müdavimlərdə belə bir şey qalıb ki, bu ədəbiyyat qaydalı bir fən deyil. Qarşımıza nə olsa çıxa bilər və belə olan təqdirdə nə baş verir? Müdavimlərin yanaşma tərzi dəyişir. Beynin yanaşma tərzi dəyişəndə beynin tən yarı faizi özünü qoruma mexanizminə bürünür. Özünü qoruma mexanizmi sağ qalma, survival dediyimiz moda bürünür. Bu nədir? Yəni qorxaraq yanaşır. Beyin ortalama 60% bir nəticə ortaya qoyacaqsa, yarı faizi survival moduna girdiyinə görə artıq müdavim beyindəki bütün potensialını ortaya sərgiləyə bilmir. Bu da həqiqətən ədəbiyyat tərəfindən acınacaqlı bir haldır deyə düşünürəm. Və ədəbiyyatın dediyimiz kimi düşən suallara baxırıq və bu suallar çərçivəsində bu suallar ki düşür, niyə buna uyğun məktəbdə dərs keçirilmir? Demək, bunun əsasında dayanacaq səbəblərdən biri odur ki, məktəb müəllimin qarşısına başqa tələblər qoyur. Əsasən planlama, nəticənin yüksəkliyi, bu məsələlər ətrafında müəllimin qarşısına həqiqətən çox yüksək tələblər qoyulur və həqiqətən də müəllimlərin məktəbdə onlara qoyulan tələblərlə və onların rastlaşdığı imtahan situasiyaları arasında yenə də böyük uçurumu biz görürük ki, bu həqiqətən də heç də uğurlu bir nəticəyə gətirib çıxartmır.
Məktəb proqramı və imtahan qiymətləndirilməsi arasındakı uçurumun aradan qaldırılması üçün hansı təklifləri irəli sürərdiniz? Çox maraqlı sualdır. Sual üçün əvvəlcə təşəkkür edirəm. Təklif eləyərdim ki, imtahan dili məktəb dilinə çevrilsin. Yəni imtahan dili məktəb dilinə çevrilsin dedikdə nəyə nəzərdə tuturam? Mövzular keçiriləndən sonra bu mövzu imtahanda necə soruşulur? Buna vaxt ayrılsın. Və yaxud da indiyə kimi imtahanda bu mövzudan düşən suallar hansı formatda düşübdür? Bunların müzakirəsinə daha çox yer ayrılsın. Mövzu bacarıq xəritəsi istiqamətində aparılsın. Hüseyn xanım, namizədlər deyir ki, ədəbiyyat sualları insanı psixoloji olaraq sındırır. Sosial şəbəkədə bu sözü çox görürük ki, dil ədəbiyyat müəllimləri psixoloji olaraq sındırıldı və o suallar bizi sındırır deyə yanaşır namizədlər. Bu hiss haradan gəlir? Sualını vermək istəyirəm. Amma sualı verməmişdən əvvəl bir şeydən vurğulamaq istəyirəm ki, biz müəllim olduğumuza öz güvənimiz zədələnir şəklində yanaşırlar. Öz güvənləri zədələndiyinə görə və suallar onları özlərinə dönüb baxmasına mənfi mənada təsir edir. Bu hiss ümumiyyətlə sizə görə haradan gəlir, necə formalaşır? Bunun yenə əsasında başqa bir problem dayanır. Bu onunla bağlıdır ki, müdavimlər, namizədlər, müəllimlər, imtahana hazırlaşan və yaxud bununla məşğul olan hər hansı bir şəxs əslində o dairədə, yəni bu əhatəli şəkildə imtahan materiallarını onsuz da bilmiş olur. O istiqamətli demək araşdırmalar eləyir, əsərləri oxuyur. Lakin həmin müdavimlər, namizədlər imtahanda həmin sualı görərkən həmin sualı yad şəkildə qəbul edirlər. Çünki həmin sual onlar üçün artıq başqa formatda təqdim olunur və həmin mövzunu anlamaqda çətinlik çəkirlər, onu qavramaqda çətinlik çəkirlər. Hardan, hansı hissədən olduğunu başa düşməkdə çətinlik çəkirlər. Sizcə burada ən böyük səhv hardadır? Burada ən başlıca səhv ondan ibarətdir ki, demək yenə də sistemin özündə yəqin ki bir problem var. Bu vəziyyət dəyişə bilərmi? Əgər məktəbin və imtahanın məqsədi eyni olsa, bəlkə də dəyişə bilər. Onda mən həmişə insanları 3 qrupa bölürdüm. Dəyərli, zəhərli və qəhərli deyə. Onda biz ədəbiyyat suallarını bu 3 qrupa bölməli olacaq deyəsən. Dəyərli suallar var ki, bizə maraqlı suallar, ixtisas yönümlü və ixtisasımızı sual eləyəcək suallar var. Zəhərli suallar var ki, filan obraz ata minəndə şalvarının rəngi nə formadaydı? Bu kimi sualları gəlin zəhərli suallar adlandıraq. Bir də qəhərli suallar var ki, o suallar da elə qurun oduna yaş da yanar deyə digər suallar ucbatından gedirlər. Bu üçün insanları yox, sualları biz bu 3 qrupa böldük. Demək, əslində biz ədəbiyyatın analiz yönümlü bir fənn olduğunu bilirik ki, biz əsərləri oxuyuruq, onu analiz edirik, təhlil edirik. Lakin ədəbiyyat bizə imtahanda tapmaca tipində təqdim olunur. Yəni əslində ədəbiyyat analiz fənnidir, təhlil fənnidir, tapmaca fənni deyil. Yəni əslində burada yanaşmada bir səhvlik var ki, bu da həmin problemləri gətirib çıxarır. Bəli, biz ədəbiyyatdan danışırıq və ədəbiyyat fənn olaraq, ədəbiyyat bir sahə olaraq, bir ixtisas olaraq insanı ölçmək üçün deyil, ədəbiyyat insanı anlamaq üçündür. Biz bunun fərqində olduğumuz üçün bu mövzunu müzakirəyə qoyduq. Ümid eləyək ki, bu nəticələri də əldə eləyərik. Hüsniyə xanım, dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik, şərəf verdiniz. Ədəbiyyat cavab deyil, amma bu suallarda ədəbiyyatın cavabı deyil. Biz bunu deməyə davam edəcəyik. Diqqətiniz üçün minnətdaram.